Bəli, anonslara nəzər yetirdik. Geniş şəkildə müzakirəsini aparacağıq. Qeyd etdiyimiz kimi hazırda ən kritik nöqtələrdən biri hazırda Rusiya-Ukrayna istiqamətində gəlinən, danışılan hadisələrdir. Bir tərəfdən masa qurulub, müzakirələr aparılır, amma digər tərəfdən həm Qaradəniz, Aralıq dənizi, Xəzər dənizində belə hücumlar həyata keçirilir. Maraqlı məqam ondan ibarətdir ki, artıq biz Türkiyənin hava məkanının pozulmasını da görürük. Müharibənin miqyası, coğrafiyası bir qədər genişlənirmi, yoxsa müharibə Ukraynadan sonra digər Avropa ölkələrinə daşınar ehtimalı kifayət qədər yüksəkdir. İndi Türkiyə mi prosesin mərkəzinə çevrilir? Nələr yaşanır? Baş verənlərlə bağlı nə deyirlər? İndi müzakirəsini aparacağıq. Əlbəttə ki, studiyamızın qonağı ilə bizimlə birlikdə hərbi ekspert Ramil Məmmədlidir. Ramil bəy, xoş gəlmişsiniz, xoş gördük. Təşəkkür edirəm Şəhla xanım, çox sağ olun dəvətə görə. Minnətdaram. Ramil bəy, hərbi istiqamətə keçməzdən əvvəl son gələn bir məlumat var. Onun da tamaşaçıların diqqətinə çatdırdı. Xahiş edəcəm, görüntünü ekranlara verək. Makronun açıqlaması var idi. Yəni, Birləşmiş Ştatlar danışıqlardan çəkilərsə, biz Avropa ölkələri olaraq Putinlə danışıqlara hazır olmalıyıq. Onun bu açıqlaması Kreml tərəfindən dəstəkləndi və belə başa düşülür ki, yaxın günlərdə görüş keçirilə bilər. Xahiş edəcəm, Financial Times-ın açıqlamasını ekranlara gətirək. Və həmin açıqlamada xüsusən də bu Avropa mətbuatında geniş şəkildə rezonans doğurub ki, Makron xəyanət edir. Nə oldu? Makron niyə o dönüş edir sizcə? Ümumiyyətlə, Qərb Rusiya arasında, Qərb və Şərq arasında aparılan danışıqlarda, bütün siyasi proseslərdə son 300 ildə Fransa öncül ölkələrdən biri olub, lokomotivin önündə, prosesin önündə olan ölkələrdən biri olub, həm müharibə edərək önündə olub, həm siyasi sülh proseslərinin aparılmasında da öndə olub. Biz bunu 1-ci Dünya müharibəsində də, 2-ci Dünya müharibəsində də görmüşük. Sadəcə olaraq Trump hakimiyyətə gələnə qədər, ABŞ prezidenti olana qədər Fransanın aktivliyi hiss olunurdu. Biz həmin dövrü, yəni ötən ilin media resurslarını, mətbuatını analiz etsək, görərik ki, həqiqətən də Fransa bu danışıqlar prosesində öndə getməyə çalışırdı. Sadəcə olaraq... Amma daha radikal idi. Digər Avropa liderləri müqayisədə daha radikal idi. Daha radikal idi. Amma ümumiyyətlə mən bu məsələnin kökündə nəyi görürəm? Daha əvvəllər də bu barədə danışmışam və fikrimdə də qalıram. Amerika Birləşmiş Ştatlarının əsas narahat edici, Avropada onu narahat edən və sözün əsl mənasında güvənmədiyi bir ölkə var, o da Fransadır. Səbəblərdən biri odur ki, Fransa əslində Avropanın əsas mədəni formatını təşkil edən ölkədir və siyasi proseslərin bir sıra istiqamətlərində Fransa öndə olub. Bir sıra siyasi konjunkturaların formalaşmasında öndə olub. Və hətta Emmanuel Macron hakimiyyətə gəldikdən qısa müddət sonra vahid Avropa ordusunun, yəni Avropa Birliyinin toplantılarının birində Avropa ordusunun yaradılması təşəbbüsü ilə də çıxış edib və hətta bəzi ölkələr bunu dəstəkləyib. Lakin Amerika Birləşmiş Ştatları bunu qısqanclıqla qarşılayıb və məlum sarı jiletlilər hərəkatı, proseslər, qarşıdurmalar və məhz ondan sonra başladı. Maksimum şəkildə Amerika Birləşmiş Ştatları Macronun, daha doğrusu Fransanın siyasi aktivliyini, Qərbdə, Avropadakı siyasi aktivliyini, dominantlığını məhdudlaşdırmağa çalışdı. Bugün isə görünən odur ki, Amerika Birləşmiş Ştatlarının münaqişənin həlli ilə bağlı, yəni Ukrayna münaqişəsinin, müharibəsinin həlli ilə bağlı, proseslərin, müharibənin dayandırılması ilə bağlı aktivliyi effektiv deyil. Çünki bu aktivlikdə, bu zənfəşanlıqda əsas yerdə biznes maraqları, ticari maraqlar dayanır. Bu da Amerika Birləşmiş Ştatlarının əslində təkcə bir dövlət deyil, həm də bir biznes maraqlarını güdən bir siyasi struktur olaraq olmasını göstərir. Fransanın isə proseslərdə iştirakı, daha doğrusu proseslərə münasibəti tamamilə fərqlidir. Digər tərəfdən, bölgə ölkəsi olaraq, yəni həm Rusiya, həm Fransa bölgənin ölkəsidir, bir region ölkəsidir və Fransa mədəniyyətinin Rusiyada mövcudluğunu danılmazdır. Rusiyanın Fransaya olan rəğbəti və ortaq
ticari münasibətlər, iqtisadi münasibətlər hər zaman olub və Fransada unutmaq lazım deyil ki, Fransanın əsas elitasında təmsil edən bir çox ailələrin, şəxslərin Rusiya mənşəli olduğu da danılmazdır. Vladimirovlar, Usupovlar, Romanovlar ailəsi bugün Fransanın iqtisadi və siyasi elitasında təmsil olunurlar. Müxtəlif adlar, müxtəlif həm də iqtisadi elitasında. Bu baxımdan Fransa və Rusiya arasında ortaq məxrəcə gəlməyi, hansısa məsələləri razılaşdırmaq daha asan olacaq. Və bu məncə Ukrayna tərəfindən dəstəklənəcək bir addımdır. Nəinki yəni Birləşmiş Ştatların Ukraynanın faktiki olaraq bugün müharibənin dayandırılması məsələsi ilə bağlı vasitəçilik prosesində manevr etmək şansı çox deyil. Yəni, Amerika Birləşmiş Ştatlarından sonra Fransanın bu prosesdə aktivlik göstərməsi Ukraynanın maraqlarına xidmət edir. Ukrayna da bölgə ölkəsidir. Bu məsələləri danışmaq daha rahat olacaq, daha operativ olacaq. Rusiyanın bu məsələdə mövqeyi necədir? Bu olduqca vacib məsələdir. Rusiyanın da bu məsələdə mövqeyi müsbətdir. Və mən bir müddət əvvəl də, bir neçə ay bundan əvvəl də belə bir fikir söyləmişdim və bu fikrimdə yenə qalıram. Yəni, Rusiya ilə danışıqlar aparacaq ölkə ya Böyük Britaniya olmalıdır, prosesi yekunlaşdırmaq üçün, ya da Fransa olmalıdır. Bu iki ölkənin uzun illərdir ki, əsrlərə dayanan, uzun illərə dayanan Rusiya ilə danışıqlar aparmaq təcrübəsi var. Amma gəlin etiraf eləyək ki, indi Fransa ilə danışdıq və ya Böyük Britaniya ilə danışdıq və müharibə artıq sülhlə yekunlaşacaq deyə bunu təqdim eləmək var Putin tərəfindən. Bir də Amerika ilə danışdıq və sülhə gəldik. Bunu bu formada təqdim eləmək var. Amerika daha böyük bir gücdür. Əlbəttə, Amerika Birləşmiş Ştatları böyük gücdür. Amma Amerika Birləşmiş Ştatları ilə Rusiyanın razılaşma məsələsi də var. Gəlin, amma yəni Avropa, yəni Amerika, yəni Avropa qədər radikal deyil ki, Avropa daha çox öz təhlükəsizliyini düşündüyü üçün prosesin Ukrayna lehinə bitməsi, yəni tərəfdarıdır. Lehinə. Yəni elə, yəni çox güzəştlərə getməsini Avropa tərəfi istəmir. Amerika istəyə bilər. Ən azından görüntülərə baxdıqda bunu deyə bilərik. Ehtimallardan biridir. Amma görünən odur ki, bugün Avropada artıq yorulub, büdcədə ciddi problemlər yaranır. Ukraynanın faktiki olaraq Ukrayna adında bir respublika, ölkə Avropa Birliyi tərəfindən saxlanılır. Yəni, onların hər gün yedikləri, içdikləri, müharibədə istifadə elədiyi bütün vasitələr həm də Avropanın üzərinə düşür. Amerikanın maddi imkanları genişdir. Bu görünmür. Büdcədən o ayrılmalar daxili problemlər yaratmır. Amma Avropa üçün problemlər yaradır. Həm də Rusiya təhlükəsi, nüvə ölkəsinin təhlükəsi onları daha narahat edir. Bu baxımdan hesab edirəm ki, Fransanın paralel olaraq, ən azı paralel olaraq prosesdə aktivlik nümayiş etdirməsi, fəallıq nümayiş etdirməsi müharibənin qısa bir zamanda atəşkəs formatında davam etməsinə. Nəyə görə müharibənin atəşkəs formatı deyirəm? Çünki müharibə bitməyəcək, müharibə uzun illər davam edəcək, amma atəşkəs olacaq. Bu da Putin istəmədiyidir hazırda atəşkəs, ən azından sülh müqaviləsi imzalansın, daha sonra yəni razılıq gözləyir ki, Zelenski imza atsın, ondan sonra atəşkəs olar, amma Zelenski istədiysə birinci atəşkəs, daha sonra danışıqlardır. Burada qaranlıq məqamlar kifayət qədər çoxdur, xəritəni xahiş eləyəcəm, çünki bir tərəfdən danışıqlar həyata keçirilir, digər tərəfdən də həm də xüsusən Ukraynanın masada güclü olmasına dair addımlar atdığını görür. Qara dənizdə, Aralıq dənizində Rusiya kölgə donanmasına məxsus olan tankerlərin vurulması təsadüf deyildi. Xəzər dənizində eyni zamanda neft platformasının vurulması təsadüf deyildi və bir də Türkiyənin hava məkanının pozulması. Buna az sonra gələcəm. Amma bu xüsusən də Aralıq dənizində vurulan neft tankeri, Qara dənizdə vurulan neft tankeri. Yəni hansı silahlarla bu həyata keçirilir? Nə qədər yəni bu Ukraynanın orada arsenalında var? Yəni kifayət qədər uzun bir məsafədən söhbət gedir. Aralıq dənizində vurulan neft tankerindən danışırıqsa biz. Deməli, bu silahlar, belə deyək, bu texnikalar iki formadadır, iki qrupa bölünür. Aralıq dənizində fərq etməz. İstər Aralıq dənizində, istər Xəzər dənizində vurulan, məhv edilən strateji obyektlər, bura neft tankerlərlə aiddir, gəmilər və yaxud da neft ayırma zavodu və s. strateji obyektlər dronlar tərəfindən, yəni pilotsuz avadanlıqlar, qurğular tərəfindən vurulur.
Xəzər dənizində pilotsuz uçuş aparatları bunu təmin edir. Bu işi həyata keçirir Ukrayna tərəfindən. Aralıq dənizində isə pilotsuz qayıqlar, belə deyək. Pilotsuz qayıqlar bunu həyata keçirir. Dron qayıqlar həyata keçirir bunu. Və son bir ildə Ukrayna bu istiqamətdə çox ciddi uğurlara imza atıb, etiraf etmək lazımdır. Və pilotsuz, yəni dron qayıqların istehsalı, yaradılması seriyalı şəkildə, küllü miqdarda həyata keçirilir. Və bu Rusiya üçün, Rusiyanın Qara dənizdə yerləşən hərbi donanması üçün ciddi baş ağrısı olub. Bundan qorunmaq vasitələri isə dənizin minalanmasıdır. Bu isə Qara dəniz hövzəsinin iqtisadi çöküşü deməkdir. Yəni Qara dənizdə deyək ki, əgər neytral ərazidən başlayaraq Rusiya bir minalanmış sədd formalaşdırarsa, artıq burada iqtisadi daşınmalar, yəni mülki daşınmaların, mülki təyinatlı məhsulların daşınmasının məhdudlaşacaq. Yalnız Türkiyənin sahil suları üzə ərazisində hərəkət mümkün ola bilər ki, orada da iri gəmilərin, tankerlərin hərəkəti mümkün deyil. Çünki dərinlik aşağıdır. Bunu icra etmək, bunu təmin etmək çətin olacaq. Bu baxımdan hesab edirəm ki, bəli, Ukrayna öz təhlükəsizliyi marağından irəli gələrək Rusiyanın hərbi gəmilərini və strateji tankerlərini, məhsul daşıyan tankerlərini məhv edir, sıradan çıxardır. Amma digər tərəfdən bu regionun, bölgənin, yəni hövzənin digər ölkələr üçün Azərbaycan da daxil olmaqla, Mərkəzi Asiya ölkələri də daxil olmaqla, çünki bəzi məhsullar Azərbaycandan və Rusiyadan keçərək Poti, Batumi, Poti, Novorossiyski limanlarından Avropaya, Türkiyə, İstanbul boğazı vasitəsilə, belə desək, daha doğru olar, İstanbul boğazı vasitəsilə Aralıq dənizi hövzəsinə çıxır və oradan da Afrikanın və Avropanın digər ölkələrinə və yaxud da Rumıniyanın Konstansa limanına daxil olaraq oradan Avropanın digər ölkələrinə aparılır. Bu, çox ciddi təhlükə və məhdudiyyət formalaşdırır. Amma digər tərəfdən mən hesab edirəm ki, Ukraynanın hazırda ata biləcəyi başqa bir addım da yoxdur. Çünki onun Qara dənizdə Rusiya hərbi donanması ilə mübarizə apara biləcək nə raket artilleriya gəmiləri, effektiv raket artilleriya gəmiləri var, nə də ki, güclü hərbi hava qüvvələri var ki, dənizdə, Qara dənizdə Rusiyanın hərbi donanmasına qarşı mübarizə aparsın və yaxud da ikili təyinatlı məhsulların daşınmasını həyata keçirən gəmilərin və tankerlərin məhv edilməsini təmin etsin. Bu baxımdan bu vəziyyət budur. Amma ümumilikdə Qara dəniz hövzəsinin müharibənin tərkib hissəsinə çevrilməsi, artıq biz bu gedişatı görürük. Çevrilməsi Azərbaycan da daxil olmaqla ümumiyyətlə bölgə üçün ciddi problemlərin başlanğıcı deməkdir. Azərbaycanın daha çox Türkiyə üçün böyük bir təhdiddir. Türkiyə hazırda bundan kifayət qədər narahat olduğunu dilə gətirir. Həm yəni Qara dəniz sularından keçən tankerlərin vurulması Ankaranı narahat edirdi ki, hər iki ölkənin diplomatlarını çağırdı, xəbərdarlıq etdi. Amma buna rəğmən, bu xəbərdarlıqlara rəğmən görünür nəticə çıxarılmayıb. Ekranlara gətirib bir də Türkiyənin hava məkanının pozulması ilə bağlı son 5 hücumlara nəzər yetirsə, son 3 hücuma baxdıqda 15 dekabr tarixində 19 dekabr və 20 dekabr tarixində baş verənlər. Bir Qara dəniz üzərindən Türkiyə hava məkanına daxil olan pualar var. Ötən gün, 19 dekabrda isə Kocaeli İzmitdə müşahidə olundu və bir də ötən gün Balıkəsir Manyas bölgəsinə məxsus ərazidən puaların tapılması həyata keçirildi. Əlbəttə ki, burada suallar kifayət qədər çoxdur. Amma ilkin olaraq əsas sual bundan ibarətdir. Hardan atılıb sözü gedən pualar? Niyə və Türkiyə? Burada bu məsələyə bir neçə istiqamətdən yanaşmaq olar. Birinci, Türkiyə-Rusiya münasibətlərinin korlanması üçün Ukrayna tərəfinin
müəyyən təxribatlar həyata keçirməsi və yaxud da Qərbin digər ölkələrinin, Fransa, İngiltərə, Almaniya, Rumıniya ərazisindən həmin pilotsuz uçuş aparatlarının, Rumıniya və Bolqarıstan ərazisindən həmin pilotsuz uçuş aparatlarının Türkiyə ərazisinə istiqamətləndirilməsi, göndərilməsi və bunun Rusiyaya məxsus olduğunu göstərən müəyyən belə deyək, markalar qeyd etməsi, yəni adlar yazaraq pilotsuz uçuş aparatlarının üzərinə bunun Rusiyaya məxsus olmasını göstərmək. Digər tərəfdən bu Rusiya məxsus olmaya bilər deyirsiniz. Bu ehtimal var. Biraz konspiroloji oldu. Bu fikir biraz konspirolojidir. Amma mən sizə reallığı, başqa bir reallığa daha yaxın olan bir ehtimalını söyləyim. Adı çəkilən bu bölgələrdə Türkiyənin çox ciddi hərbi bazaları mövcuddur. Yəni bu Qara Dəniz hövzəsinə istiqamətlənən, Marmara dənizi istiqamətlənən təyinatlı hərbi bazalar mövcuddur və bu hərbi bazalar həm də hərbi dəniz qüvvələrinə məxsus olan bazalardır. Münaqişənin daha da dərinləşəcəyi ehtimalından irəli gələrək rəsmi Moskva, Rusiya bu bölgədə kəşfiyyat, müşahidə uçuşlarının həyata keçirilməsinə başlayıb. Buna bu cür yanaşmaq daha doğru olardı, hesab edirəm. Və Rusiya ehtimal edir ki, bu hərbi bazalar həm də NATO kurasiyasındadır, NATO'nun təsir dairəsindədir və həmin hərbi bazalardan Rusiyanın Qara Dənizdə yerləşən strateji obyektlərinə, gəmilərinə və digərlərinə bağlı məlumatlar Ukrayna tərəfinə, qərbə ötürülür. NATO'ya ötürülür, NATO'nun mərkəzi hərbi bazasına ötürülür. Oradan da Ukraynaya məlumat çatdırılır və sonradan artıq Ukraynaya bağlı olan qüvvələr NATO'nun tapşırığı ilə, məlumatları ilə bu əməliyyatları həyata keçirirlər. Təhlükə budur, əsas narahatlıq bununla bağlıdır. Yəni kəşfiyyat uçuşlarıdır bu deyirsiniz. Bu kəşfiyyat müşahidə uçuşlarıdır. Çünki dronlar, baxıram, kamikadze dronları deyil. Yəni zərbə pilotsuz uçuş aparatları deyil. Müşahidə kəşfiyyat təyinatlıdır. Özü də iri dronlar deyil. Yəni müəyyən, deyək ki, 15.000 metr hündürlükdə müşahidə kəşfiyyat fəaliyyətini aparacaq dronlar deyil, daha aşağı məsafədə bunu həyata keçirir. Bu həm də NATO-nun, Qərbin və Türkiyənin hərbi potensialını, hava hücumundan müdafiə potensialını öyrənmək üçün əhəmiyyətli əməliyyatlardır Rusiya tərəfindən həyata keçirilir. Yəni bu həmin ərazidə yerləşən obyektlər barədə məlumatın əldə olunması baxımından, həm də həmin ölkənin, yəni Türkiyənin hava hücumundan müdafiə sisteminin hansı səviyyədə, hansı vəziyyətdə olmasının göstəricisi üçün, öyrənilməsi üçün, araşdırılması üçün vacibdir. Baxın, birinci hadisədə... Türkiyənin hava məkanının hansı səviyyədə olması Rusiyaya nə üçün lazımdır? Biraz əvvəl də qeyd elədiyim məsələni biraz da dərinləşdirim. Həmin ərazilərdə Türkiyənin hərbi bazaları mövcuddur. Həmin hərbi bazalar, Rusiya ehtimal edir ki, həmin hərbi bazalar həm də Türkiyə NATO üzvü olduğuna görə həmin hərbi bazalardan Qara Dəniz hövzəsində əldə olunan radioelektron bilgilər göndərilir qərbə, NATO'nun mərkəzi qərargahına, oradan isə Ukraynaya. Və ondan sonra isə həmin, belə deyək, Rusiyanın həmin ərazidə, Qara Dəniz hövzəsində olan strateji obyektləri haqqında məlumat əldə edilir. Yəni, bu Ukraynanın həyata keçirdiyi hücumların kəşfiyyat məlumatı mənbəyi ehtimal edilə bilər ki, Türkiyəyə məxsus ola bilər və buna görə bu kəşfiyyat uçuşları. Türkiyəyə və yaxud da, əlbəttə ki, məsələ, bilirsiniz necədir? Gəlin, belə danışaq da, Türkiyə NATO üzvüdür. Türkiyənin hərbi öhdəliklərindən biri NATO üzvü olaraq, proseslərlə bağlı tələb olunan informasiyaları NATO'nun mərkəzi qərargahını ötürməkdir. Bu indi hansı səviyyədə ötürülür, hansı formada ötürülür, bu bizə məlum deyil. Rusiya isə ehtimallar üzərində həmin hərbi bazaların yerləşdiyi ərazilərdə, həmin hərbi infrastruktur ərazilərində müşahidə kəşfiyyat uçuşları həyata keçirir və
Bu da əgər biz neytral olaraq yanaşırıqsa məsələyə, bu da məntiqlidir. Yəni Rusiyanın belə bir müşahidə kəşfiyyat əməliyyatları aparması məntiqlidir. Amma bunun yəni Azərbaycanın strateji tərəfdaşına qarşı edilməsi əlbəttə ki bizi narahat edən məqamlardan biridir. Digər tərəfdən də Qaradəniz hövzəsi çox da böyük deyil. Yəni Türkiyənin Qaradənizdəki istənilən sahil suları ərazisində yerləşən radiolokasiya sistemlərindən, radioelektron mübarizə sistemləri vasitəsilə və yaxud da hətta kameralar vasitəsilə, yəni uzaq məsafədə müşahidəni həyata keçirən kameralar vasitəsilə Qaradənizdə və yaxud da Rusiyaya məxsus olan sahil suları ərazisində hansı tədbirləri həyata keçirtdiyi məlumdur. Bəs nəyə görə 2-ci Dünya müharibəsində 1945-ci ildə, daha doğrusu 1941-45-ci illərdə Türkiyə 2-ci Dünya müharibəsinə qoşulmadı və bu proseslərdə iştirak edir və nəticədə Türkiyə və SSR arasında müharibə olmadı. Amma əksinə 1-ci Dünya müharibəsində Türkiyə Rusiyaya qarşı əməliyyatlar, Osmanlı daha doğrusu, Osmanlı bu prosesin tərkib hissəsinə çevrildi. Nəticədə Rusiya-Osmanlı arasında müharibə oldu. Yəni elə gərginlik müasir dövrümüzdə ola bilərmi? Məsələn, bugün intensivləşən bu hücumları, Türkiyənin hava məkanının pozulması məsələsi, yəni Türkiyənin başından bəri tutduğu bir balansız siyasət var. Bunun pozulması və Rusiya qarşı aqressiv siyasət yürütməsi. Mən inanmıram. Türkiyənin siyasi hakimiyyəti ilə Rusiya siyasi hakimiyyəti arasında çox yaxşı münasibətlər var. Ortada bir S-400 qalma var hazırda. Amma təbii ki, sonuncu Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında olan görüş, sonra Putinin Hakan Fidanla, Xarici İşlər Naziri Hakan Fidanla münasibətləri, söhbətləri hiss olunur ki, bunların arasında bir isti bir münasibət var və həm də dərin iqtisadi köklərə dayanan münasibətlər formalaşıb, həm qaz, həm neft məhsulları və digər məhsullardan. Amma bunun hərbi məsələlərə heç bir aidiyyatı yoxdur və Rusiya da yaxşı bilir ki, Türkiyə NATO-nun üzvü olmaqla müəyyən öhdəliklər götürüb, hətta bəzən siyasi hakimiyyət məlumatlandırılmadan belə, indi bunu açıq demək lazım, siyasi hakimiyyət məlumatlandırılmadan belə müəyyən hərbi informasiyaların NATO-nun mərkəzi qərargahına verilməsi təcrübələri də var. Yəni Türkiyə, nəinki Türkiyə, digər ölkələrdə də bu proseslər mövcuddur. Bu baxımdan Rusiya bu ərazidə sahil, görürsünüzmü, Türkiyənin deyək ki, Türkiyənin məsələn Anadolu bölgəsində və Ərzurum, Ərdahan və yaxud da Amasya bölgəsində, Ankara istiqamətində heç bir dron yoxdur. Yəni bu dronlara rast gəlinmir. Lazım gəlsə aşağı məsafədən uçub bunu təmin edə bilər. Ancaq Qaradəniz hövzəsində biz bunun, bu uçuşların şahidi oluruq. Hesab edirəm ki, bu prosesin sayı artacaq. İntensivləşəcək. Bu həm də Qərbə də mi sərf edir, Şərqi Avropa ölkələri? Təbii ki, Qərbə sərf edir, amma bu məsələdə bu Türkiyə siyasi hakimiyyətdə bir təzyiqdir. Rusiya Türkiyədən bu məsələ ilə bağlı bir məlumat almaq istəyir, bir öhdəlik almaq istəyir ki, mənim ərazimdən Rusiyaya qarşı, Qaradəniz hövzəsində Rusiyanın strateji obyektlərinə qarşı hər hansı bir informasiya mübadiləsi həyata keçirilmir. Bu əldə olunandan sonra bu uçuşlarda dayandırılacaq. Görək dediyiniz o razılaşma olacaqmı və siz əslində müzakirədən əvvəl bir ifadə səsləndirdiniz. Hələ ki, Türkiyəyə kimsə ittiham etmir, ölkə olaraq adı çəkilmir. Xeyr, amma faktiki olaraq bəllidir. Göz qabağındadır, hazırda silahların kimə məxsus olduğu görünür. Yəni, səhv etmirəmsə, 2015-ci ildə məşhur o Su-25 hadisəsinin analoqunu Türkiyə yaşamaq istəmir. Rusiya ilə o qarşı durmanı yaşamaq istəmir. Ona görə də hər halda ehtiyatlı davranır. Aydındır. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Qeyd etdiyimiz kimi hazırda Türkiyənin hava məkanının pozulması yaxından müşahidə edilən bir məqamdır. Yəni Ramil Məmmədli də vurğulayır ki, bu məsələ bir qədər də intensivləşə bilər qarşıdakı günlərdə. Amma diqqətlər həm də ehtimallar o yöndədir ki, münaqişənin arealı bir qədər də genişləndirilə bilər. Hazırda Rusiya tərəfindən təhdid olunan ölkələr Şərqi Avropa ölkələridir. Bu baxımdan qeyd
qeyd olunur ki, Türkiyə hazırda oyunların mərkəzinə gətirilir. Neçə gündür danışırıq. Yəni Ukraynadan sonra hədəf hansı ölkə olacaq? Xüsusən Ukrayna kəşfiyyatı son gündə, yəni bu gün ərzində açıqlama verdi ki, Estoniya, Litva və Latviya Ukraynadan sonra Rusiyanın əsas hədəfində olacaq. Ancaq bütün bu məlumatlar Birləşmiş Ştatlar tərəfindən yalanlanır. Birləşmiş Ştatlar kəşfiyyatının məlumatına görə Rusiyanın mövcud hərbi potensialı Avropanı fəth etməsinə imkan vermir. Bu barədə geniş şərh verən Birləşmiş Ştatların Milli Kəşfiyyat direktoru Tulsi Gabbard onu da bildirib ki, bu kimi xəbərlər NATO və Avropa İttifaqını Amerika ilə Rusiyanın birbaşa toqquşmaya cəlb etməsinə xidmət edən açıqlamalardır. Öz dilindən eşidək.